Mən Təbib Tərif, bu meyxanamı Füzuli rayonundan olan Xəyal qardaşımızın adından bütün şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Qeyd etdim şəhidləri, həmən o igidləri, unutmarıq heç zaman, bir dəqiqə bircə an, qəhrəmandır hər biri, ürəyimizdədir yeri, şəhidlərlə öyünürük, bu sözü həmişə deyirik, bütün Azərbaycanın fəxridir hər insanın. 30 illik həsrətə son qoydular möhnətə, aldılar torpaqları, məhv etdilər yağları. İbrahimov mübariz qoyubdu həyatda iz, Polad Həşimov da var, eyləyirik iftixar. Pəncəli Teymur hələ olmayubdu elə belə, düşmənin qorxusu olub, qorxulu röyası olub. Cəbrayıl Dövlətzadə həmişə düşübdü yadə, düşmənin üstünə gedib, generalını məhv edib. Şəhidlərimiz ümumən cənnətə saldı məskən, qaziləri də diyəcəyəm, onları yad etdiyəm, fəxr edirik onlarla, ən uca duyğularla. Qazilər qəhrəmandır, igiddir, pəhləvandır, şəhidlərimiz hər zaman biz üçün olub qəhrəman. Adı əzizdir onların, onları doğan anaların qarşısında baş əyirik, bu sözü həmişə deyirik. Şəhidlər ölmür heç vaxt, bizə görə yaşayır ancaq, şəhidlər ölmür heç vaxt, bizə görə yaşayır ancaq.